Salam dostlar. Gəlin növbəti suala baxaq. Yenə OTK-dandır. Sualımız belədir. Ərdəbil hakimi Şeyx Cüneydin Dağıstana və Şirvana yürüş etməsi və nəticəsi olaraq Şirvanşah və Ağqoyunluların qüvvələrinin məğlub edilməsi. Xeyr dostlar, bu yürüşdən sonra 1460-cı ildə olan Samur döyüşündə Şeyx Cüneyd öldürülür. Ona görə də bir olmaz. Səfəvilərin Şeybani xanını məğlub etməsi Amudəryaya qədər bütün Xorasan Səfəvilərin hakimiyyəti altına düşməz. 1510 Mərv döyüşündən gedir söhbət və 2 doğrudur. Saldıran döyüşündə Yeniçərilərin ağır məğlubiyyətə məruz qalması və Mosta qədər şərqi və cənub-şərqi Anadolu torpaqları Səfəvilərin əlinə keçməsi. Dostlar, gəlin biz buna bir aydınlıq gətirək. Saldıran döyüşündə Yeniçərilər yox, Qızılbaşlar məğlub oldu. Yeniçərilər də Osmanlıların ordusu nəzərdə tutulur və Saldıran döyüşü isə 1514-cü ildə olmuşdur və 3 olmaz. Səfəvilər məğlub olur və buradakı ərazilər Osmanlının hakimiyyəti altına keçir. 4-ə baxaq. Osmanlı qüvvələri ilə Səfəvilər arasında Buğurt yaxınlığında döyüşün baş verməsi, uğur əldə edə bilməyən Osmanlı Sultanı sülh müqaviləsi imzalama məcbur olması. Bəli dostlar, bu düzgündür. Buğurt 1554-də olmuşdur Buğurt döyüşü və Sultan Süleyman qanuni məğlubiyyətə uğrayır və 1555-ci ildə Amasya sülhü imzalanır. Bizim düzgün cavabımız olacaq 2 və 4 Y bəndə.